Selamun aleyküm və rəhmətullah. Aleyküm və bərəkət. İslam dini əmin-amanlığa təşviq edirsə, bəs nə üçün cihadı da əmr edib? Elhamdülillah. Bəli, İslam dini əmin-amanlığa təşviq edir və ona görə də İslam dini bəzi hallarda vuruşmağa icazə verir və hətta əmr edir. Çünki necə deyərlər, bugün bu tarixçilər bu sözü çox nəql edirlər. Deyirlər ki, sülh istəyirsənsə, müharibəyə hazır ol. Yəni, əgər bir dövlət, xüsusən müsəlman dövlət, əgər güclü olmasa, kafir düşmənlər onları buraxmayacaqlar. Onları işğal edəcəklər, onları zülm edəcəklər. Biz Azərbaycanlı olaraq bunu görmüşük. Bizim müasir tarixdə gördük kafir görün bizi neynədi. O vaxt ki biz zəif idik. Görürsünüz, bu cihad oldu ki, o vaxt çalışdı özümüzü müdafiə edək və cihad oldu ki, Allahın izni ilə bu torpaları qaytardıq. Görürsünüz? Və indi də güclə, gücümüz var deyənə əmin-amanlıq yarada bilirik. Və torpaqlarımızı da qaytarmışıq. Və kafirləri də qovmuşuq. Görürsünüz, bu cihad olmasaydı, bu da elə cihad idi. Əsl elə cihad bütün şərtlərlə bizdə Qarabağda var idi. Yəni o olmasaydı, necə biz bu kafirləri bizim torpaqlarımızdan qova bilərdi? Heç vaxt. Və ona görə tarixən belə olub. Yəni, müsəlman dövləti zəif olsa, dərhal kafirlər onu hücum edib, işğal edəcəklər, zülm edəcəklər. Ona görə müsəlman dövləti güclü olmalıdır. Müsəlman ümumən güclü olmalıdır. Və öz gücü ilə öz əmin-amanlığı yaratmalıdır və qorumalıdır. Yaratmalıdır və qorumalıdır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdən birində deyir ki, "Əl-muslimun qavi xeyrun min muslimin zəif." Güclü müsəlman zəif müsəlmandan xeyirlidir. Bəli, burada güclü ən birinci imandan söhbət gedir və lakin nəinki iman, hətta güc olmalıdır. Çünki güc olsa, sən bir çox şeyi eləyə bilərsən. Və cihad da, qardaşlar, başa düşmək lazımdır ki, cihad təkcə silahlı güc deyil. Bəli, silah da var orada. Və lakin burada, necə Allah subhanahu ta'ala deyir ki, وَعِدُّ لَهُمْ مَسْتَطَعْتُ مِنْ قُوَّةٍ deyir ki, onlara, yəni düşmənlərə, kafirlərə, onlara qarşı hazırlıq işləri görün. Nə sizi gücləndirir, onu hamısını eləyin. Alimlər buyururlar ki, burada təkcə silah, sürsat deyil. Burada mənəvi güc də olmalıdır. Burada lazım olan elmlər də olmalıdır. Onları da öyrənməlisiniz ki, geridə qalmayasınız. Ki, düşmənlər sizə təcavüz edə bilməsinlər, zülm edə bilməsinlər. Yəni, hər bir cəhətdən müsəlman cəmiyyəti güclənməlidir. Və cihad da əslində onun mənası mübarizədir. Mübarizədir. Və ən böyük cihad öz nəfsi ilə mübarizədir. Necə onu alimlər buyurur. Və lakin hətta silah da, sürsatla da cihad lazımdır və olmasa da bununla əmin-amanlığı və sülhü yaratmaq olmaz. Və müasir tariximiz buna şahiddir. Allah razı olsun.